Dəyərli futbol azarkeşləri, mənim əzizlərim, Azərbaycan futbolunu sevənlər, dəyər verənlər. Bu vloqum biraz fərqlidir. Biz hal-hazırda gedirik Neftçi klubunun düşərgəsinə tərəf. Bu da heç də səbəbsiz deyil. Bu kişi balanın hədiyyəsi var. Klub tərəfindən hədiyyə olunub. Onu götürəcəyik. Nə təəssüratları var, sonra özündən öyrənəcəyik. Onun da bir ürəyində Neftçi sevgisi var. Və yolda imkan olsa elə Neftçidə uşaqlar, yeniyetmələrin baş məşqçisi, yəni məncə baş məşqçisi olmalıdır. Amma bilirəm ki, məşqçi kimi fəaliyyət göstərir. Mini futbol üzrə dünya və Avropa çempionu Mirmehdi Rzayevlə bir söhbətimiz olacaq. Bunu da sizinlə bölüşəcəm. Mete, hara gedirik biz? Neftçi bazarı. Nəyə görə gedirik ora? Forma. Forma. Niyə Neftçi forması istəyirsən? Ona görə Neftçi xoşdurum. Geçəndə mən Neftçidə oynayacağım. İnşallah əzizim, inşallah. Gedirik Mehdi əmini götürürük, gedirik. Hə? Bəli. Mehdi ilə söhbət eləyərik, Mirmehdi ilə. Salam Melis. Necəsən? Nə var? Ətəsən? Hoppa. Qardaşın nə dərdi? İndi dağıdır evi. Yox, bağçadadır. Baxçıdadır. Sonra da ev baxdı. Hal-hazırda indi Mehdi ilə gedirik. Mehdi Hoca yenə də qeyd elədiyim kimi uşaq futbolunda müəllim işləyir və mini futbola da böyük töhfələr olmuşdur. Azərbaycan dünya və Avropa çempionudur. Azərbaycan artıq sayını unudub. Futbol necə gedir? Hoca, nə deyə bilərsən? Mən də salamlayıram hər kəsi. Futbol şükür Allah yaxşıdır. Komandalar həqiqətən inkişaf eləyir. Yəni əvvəlki illərə nisbətən artıq biz də belə deyim də xaricdən artıq məşqləri götürürük. Yəni sırf onların stilində futbola yanaşırıq biz də. Əsas bizim məqsədimiz yəni birinci yer falan deyil də. Yəni uşağı inkişaf elətdirməkdir. Yəni bizim üçün də artıq bizim komandada 15 uşaq var. 15 uşaqdan mən 5-i bu ligaya, yəni belə deyim, peşəkar oynamağı, yəni mənim üçün həqiqətən ən böyük üstünlükdür. 5 dənə uşağın oynamağı. Əvvəlki dövrlərdə də belə fikir versən 18 nəfərdən cəmi bir nəfər futbolçu olurdu. Bəli. Yəni amma indiki dövrdə yəni inşallah istəyirik ki, yəni ən böyük nəticəmiz uşaq inkişaf elətdirib xarici klublara, milli komandamıza oyunçu verməkdir. Səhv etmirəmsə 10 yaşlılarda məşqçi kimi fəaliyyət göstərirsən. Bəli, 10 yaşlı komandamız. Bir də ki, mən özüm bilirsən də, Neftçi azarkeşi olduğuma görə komandanı daha sıx izləyirəm. Və mən digər klublarda görmədiyim bir şeyi Neftçidə görmüşəm. İndi başqa klublar da yəni bu şeylərə eləməyə çalışırlar. Bəzilərində alınır, bəzilərində yox. Daim uşaq futboluna diqqət var. Nə mənada? Biz Neftçidə uşaq komandalarını elə il boyu dəfələrlə xarici səfərləri getdiyini görürük. Oradakı turnirlərdə iştirak etdiklərini görürük. Bu da əbəs yerə deyil. Futbolçu nə qədər o hissi həyəcanı həmin vaxtlarda özündə öldürə bilsə, bir özgüvən yaranar və yetişməkdə olan oyuncu sabah bir gün qarşısında belə deyək, futbol ölkələri olaraq məşhur futbol ölkələrinin klublarının oyuncuları qarşısında özünü itirməyərək daha həvəslə yəni oynamağa çalışır. Əlbəttə ki, indi bizim də artıq inşallah 2 dənə payaskamız olacaq. Biri Moskvada, biri də ki danışırıq. Ola bilsin ki Bolqarıstan olsun, ya hansısa 10 yaşlı komandamızı aparacaq turnirə. Orada da yəni mən inanıram siz dediyiniz kimi də inşallah ki uşaqların əsas orada gedib necə deyim, özlərini itirməməyi. Yəni orada biz keçən il də getdik 2 turnirə balaca yaşlarımızda. Gəlirlər burada deyirlər ki, Amaliyəm, bura gələndən sonra burada oynamaq rahatdır. Çox fərqli. Yəni orada oynadıqlar, oradakı həyəcan, hamısı stresi orada qoyub inkişafa məncə ən böyük üstünlük bunlardır. Oradakı bizim komandalarda Azərbaycanda
Qarabağdır, Neftçidir, Sabahdır. Yəni bunlar ən çox bu üç komandada olur. Onların ikisinin də arasında Neftçi yəni həmişə belə şeylərdə həmişə səfərləri Öncə gedir, Öncə, flaqmanlıq edir, belə deyək. bəli, hər zaman elə olur. Bu balaca qardaşın oğlu var, 6 yaşlı. Aytəxan? Bəli. İnşallah bunu da tanıyın. Gələcəkdə Allah qoysa. Səsi yüksəklərdən gələcək inşallah. İndi balacadır. Özümüz özlərində işləyəcəyik Metəni. İnşallah ki də milli komanda, xarici klublardan da təkliflər gələr Allah qoysa. Bəli, əziz izləyicilər, biz artıq gəlmişik Neftçi futbol klubunun bazasındayıq. Siz də bunu görə bilərsiniz. Və rəsmi şəxs olan Kamil bəy gözləyirik. İndi Kamil bəydən xəbər gələn kimi biz içəri daxil olacağıq. Görün, baxdın, stadionları gördün. Bəli. Nələr gördün orada? Stadion Neftçinin şəkli. Xoşun gəlir buradan. Böyüyəndə gəlib burada qalıb məşq eləmək istəyirsən? Bəli. İstəyirəm. Darıxmayasın? Yox. Yox. Bizim üçün darıxmayasın bəs. Xazal. Onda çağırarsan biz də gələrik sənin yanına. Yaxşı? Bəli. Как тебе, Мити? Понравилось? Видишь, как тебя встречают? Все встречают. Вместе Алим приехал. Сумгайт специально, чтобы тебя встречать. Şey vardı orada. Restoran. Restoran var, orada yemək yeyir. Xoş. Время обеда. Sonra məşq eləyəcək, sonra da gedəcəklər oyuna. Xoşun gəldi formadan? Çox xoşun gəldi. Ben tanışacağım. Aynı gəlir o da. Beləcə biz Kamil bəy sağ olsun Metirxana forma verdi. İndi öz oynayır orada. Və Mehdini gözləyirik, Mehdi də gəlsin. Artıq biz Neftçi bazadan uzaqlaşacağıq. Bugün komandanın oyunu var, Zirə ilə oyuna çıxır deyənə. Biz ciddi burada bir rejim var. Yəni biz onu poza bilmərik, yoxsa oyuncuları da görəcəydik, oyuncularla da şəkillər çəkdirəcəkdik. Amma bu günlük belə olsun. Gün gələr, bir gün mən gələrəm, qonaq olaram, inşallah bu barədə çəkərəm. Bizimlə qalın, abunə olun, rəy yazın, fikirlərinizi bölüşün uşaqlar. Mən onları oxuyuram. Müzakirə eləyək, fikirlərinizi yazın. Digər qardaşlar da o fikirlərə bir münasibət bildirsinlər. İnşallah yaxşı olar Neftçimiz üçün. Uğurlar arzu edirik. Bugünkü gün təəssüflər olsun ki, Qarabağdan başqa heç bir komanda qrup mərhələsini oynamır, yəni əsas mərhələni oynamır. Bu üzücüdür. Halbuki bunun illər öncə əsasını Neftçi komandası qoyub. İnşallah komandamızdan yəni Avropada dəstəkləyərik. Biz gedərik, oradan da vloglar çəkərik, bunu Çox yaxşı olur paylaşarıq. indi. Əks hücum ötürmə qapı qarşısına. Zərbə və gol! Freddy Vargas! Mükəmməl zərbə! Baxımlı gol! İmad Farajlar ötürmə. Freddy Vargas'dan gəlişinə zərbə. 1-1. Kurçi bakır kapı karşısında basılı Sambu ve gol! Ne izleri meydanda, nece bir mübarize. Dəqiqəyə baxın, 87-ci dəqiqə. Xətdən top çıxarılır. Əks hücum və gol.
üçüne keçir zirə səfərində. Yaxşı sənin üçün. Ya da gözün oynayarsan 8 götürərsən. Yəni Bu epizoda görə penalti təyin ediləcək yoxsa yox. Bu ümumiyyətlə bu stop kadrdır və bilmirəm burada hansı an izlənilir. Görsənməyən vardan penal verdi, yox, penal çıxartdı. Çıxartdı studiya, referi çıxartdı. Yəni bu günləri bizim udmağımız görsənən o idi ki, mümkünsüz bir şey çıxartdı.